Herkese salam. Bugün sizinle yay aylarında asanlıkla hazırlayabileceğiniz yüngül ve dadlı salat resepti bölüşürəm. Bunun üçün 2 ədəd orta boy xiyarı bu şəkildə doğrayıram. Üç 4 sap şüyüdü bu şəkildə doğrayıb qaba əlavə edirəm. 150 qram konservləşdirilmiş qarğıdanlı da qaba əlavə etdikdən sonra bir diş sarımsağı rendədən keçirirəm. Zövqə görə duz əlavə edib 5 xörək qaşığı qatıq və 2 xörək qaşığı mayonez əlavə edib qarışdırıram. Hazırlayan hər kəsə nuş olsun. Videolarımı bəyənməyi və fikirlərinizi mənimlə bölüşməyi unutmayın.